Salam uşaqlar. Bugün mən sizə səhifə 37-ci səhifədə olan misallardan və məsələlərdən kömək eləyəcəyəm. Açaq görək kitabı 37-ci səhifədə nə göstərilir. Siz də abunə olub bəyənməyi yaddan çıxartmayın uşaqlar. 37-ci səhifəmizi buradadır. 37-ci səhifə. 1. Misal 1. Bax, burada pul qabları var. 3 dənə pul qabı var. Pul qabındakı məbləği onluq kəsirlə göstərməliyik. A bəndi, B bəndi, C bəndi. Məsələn, burada qəpiklərin sayını görürsünüz. Burada kağız pulu yoxdur. Onda onluq, biz də demişdik ki, pulun tam hissəsi, vergüldən əvvəlki hissə, sola tərəf olan hissə kağız pulu göstərir. Kağız pula, bunu da qeyd edeyim uşaqlar, kağız pullarımıza, ümumiyyətlə kağız pullara əskinaz deyilir. Əskinaz sözünün rast gəlsəniz, bilin ki, bu əskinaz kağız pullar deməkdir. Deməli, səhifə 37-dən birinci misalı göstərirəm sizə. Uşaqlar, necə mən tapmışam. Artıq mən burada tapmışam. Sizinlə birlikdə hesablamayacağım. 90 qəpikdir. Yəni 1 manatı, burada 90 qəpikdir. 1 manatı 10 yerə bölüb, 10 yerə böləndə 1 manat. 1 manat içində 10 dənə 10 qəpik var. 9'unu götürsək, 9 dənəsini götürmüşəm. Ondan 9'unu götürmüşəm. 90 qəpik gelir. 90 qəpiyi sözünü isə mən buradan bu hardan tapdım? Bunları hesablayıb yazdım. Üst-üstə gəlib 90 qəpik. Bu da 0,9 manat. Burada manat da göstərir yazılsa, bu ikisinə də aiddir. Deməli, vergüldən əvvəlki kağız pulu bildirir. Vergüldən sonraki isə qəpikləri. Onda 9, yəni 10 qəpikdən 9 dənədir burada. Yəni 90 qəpik və ya 100-dən 90. Ona görə də burada manat yazılıbsa da siz bilin ki, vergüldən sağa tərəf olan qəpiyi bildirir. İkinci pul qabında isə 3 manat 65 qəpikdir. Bunları özünüz 4-cü sinif şagirdisiniz. Toplayıb yaza bilərsiniz. 3 manat 65 qəpik. 3 manat %65 manat. Burada da indi manatı deməyək. 3 tam %65 manat. 21 manat 80 qəpikdir. 3-cü pul qabıda. Bunu da belə yazmışam. 21 tam %80 manat. İndi ikinciyə, həmin səhifədə ikinci. Burada nə deyilir? Burada deyilir ki, ikincidə məbləğləri manat və qəpiklərlə yazın. Bu ədədləri mərtəbə cədvəlində təsvir edin. Məbləğləri manat və qəpiklərlə yazın. Məsələn, burada onluq formada verilib. Biz bunu manat və qəpiyə çevirməliyik. Yəni 7 tam %62. 0 tam %25. O deməkdir ki, kağız pulu yoxdur, elə 25 qəpikdir. 15 manat 10 qəpik. Bax, bu qaydada deməli eləməliyik. Misal 2. Misal 2 səhifə 37-də. İndi mən həmin səhifəni açıram sizə. Bax, burada da mən yazmışam. Siz buradan da istifadə edib yaza bilərsiniz. Mən yazdığımın üstə sizə göstərəcəyəm. 7 tam %62. Onluğu yoxdur. 17 olsaydı buraya yazardıq 1 onluq. Və yaxud da 27 olsaydı 2 onluq. Təkliyi var. Vergüldən əvvəl onluq təkliyi var. 7 manat. Onda biri 6'dır. %1'də 2, 62. 7 manat 62 qəpik. Sonda bu onluqla veriləni mən manatla, qəpiklə belə çevirib yazmışam. 0 tam %25 manat. Yəni tam manatı yoxdur, kağız pulu yoxdur. Və onluğu da 0'dır, vergüldən əvvəlin təkliyi də 0 deyəndə xət qoymuşam.
25 qəpik. Onda bir 20, bu da 5 qəpik. Elə 25 qəpik eləyir. 15 tam onda 1 manat. Yenə də deyirəm, bax bu iki bölgü kağız pulları göstərir verildən əvvəl. Bir onluğu var 10 manat. Bu da 5 manat. Təklikdə 5 manatdır. 10 qəpik. Və sair mən bu qaydada hamısını izah eləsəm, yəqin ki, bir üçünü mən izah elədim. Siz də başa düşdünüz. Cədvəli bax bu qaydada çəkirsiniz, doldurursunuz. Deməli, cədvəldən lazımı qaydada həm istifadə eləyin, həm də başa düşün uşaqlar. Bax, cədvəlimiz budur. Misal 2. İndi misal 3-də nə deyilir? Misal 3-də deyilir ki, məbləğləri onluq kəsirlər vasitəsilə manatla ifadə edin. 3-də. 1 manat 62 qəpik. 1 tam, bu kağız pulu göstərir. 1 manat 62 qəpik, 1 tam %62. 0 tam %75 manat. Yəni manatın 75 qəpiyi. Manat, yəni 75'i 1 manatı 100 dənə 1 qəpiyə xırdalayıb, sonra 75 qəpiyini götürüblər. 100-dən 75'ini. 280 qəpik. Burada hamısı qəpikdir. Bunu 2 manat, 2 tam onda 8, 80 qəpik, bax bunu göstərir manat. Bunu da bu qaydada bax belə yazmışam. Çox da artıq siz müəlliminiz də izah eləyib bunu. Bu da bir daha təkrar kimi mən sizə çəkib göstərirəm. Belə. Üçüncü idi bu. Dördüncüyə baxaq. Dördüncüdə deyilir ki, dördüncüdə mən şərti oxuyuram. Məbləğləri qəpiklərlə ifadə edin. 25 qəpik. Manatı yoxdur. Kağız pulu yoxdur. Yoxdur burada da kağızı. 100-dən 4'ünü götürüblər. Yəni 1 manatı 100 dənə yerə bölüblər 1 qəpiklərə. 4 dənəsini götürüblər, elə 4 qəpik eləyir. 60 qəpikdir. 100'də 60'ını götürüblər. 100, 2 dənə burada olduğu üçün 100'də oxuyuram. 1 manat eləyər 100 qəpik, bu da 22 qəpik. Onlar 122 qəpik. Burada deyir ki, qəpiyə çevirin də hamısını. 90 qəpik eləyər bu. 10 yerə bölüblər burada manatı. 10'da 9'da. 1 manatı 10 yerə bölsək, 10 dənə 10 qəpik olar. 9'unu götürəndə də 90 qəpik. 100'dən 1'ini götürüblər. Və kağız pulu yoxdur. 100'dən 1. 100 yerə bölüblər. Bax, 2 dənə olduğundan bax 100'də oxuyuram. 100'də 2 sıfır var, burada 2 dənə. 1 qəpik. 20 manat isə 1 manat 100'də, 2 manat 200'dürsə 20 manat 2000 qəpikdir. Burada isə deyilir ki, uşaqlar, bu məsələdir artıq. Məsələ kimi də demək olar bunu. Şəkildəki malları ucuzdan bahaya doğru düzün. Üçüncü yerdə hansı geyim olar? Düzsək hansı geyim olar? Düzmüşəm uşaqlar. Mən 3 manat ucuzdan, ən ucuzu 3 manat. Bunu mən bir də təkrar göstərim. Yuxarıdakı dördüncünü sizə birdən. Dəqiq baxmaq bilməzsiniz. 5-cidə ucuzdan bahaya doğru düzün. 3-cü yerdə hansı geyim olacaq? Təkcə şarf. Bax burada şərf. Bax bu şarf. Ən ucuzu budur. Şarfdır. Sonra papaq və şarf. Bax burada. Papaq və şarf. 3 manat 90 qəpikdir. Üstə qiyməti də var. Mən də yazmışam. Papaq və şarf. 3-cü yerdə isə jiletka durur. 6 manat. Get-gedə bahalaşır. Görürsünüz. 3.15, 3 manat 90,
İndi gəlir 6 manat. Jiletka yazmışam. Köynək yazmadım. Sonra isə gəlir 4-cü yerdə köynək. 6 manat 8 qəpik. Bu jiletka 6 manatdır. 6 manat. 8 qəpik bu artıqdır. Ondan çox bahadır. Bahadır. Çoxdur pulu 8 qəpik. Köynək. Axırıncı isə şalvardır. 6 manat 80 qəpik. Bax, budur şalvar yazmışam. Bax, bunları da. 3-cü yerdə hansı durdu uşaqlar? 3-cü yerdə olan jiletkadır. Məsələdə soruşur ki, 3-cü yerdə hansı geyim olar? Bax, bu geyim. İndi məndə yer yoxdur. Siz yaza bilərsiniz ki, bax, bu 3-cü yerdədir. 3-cü. Qabağından xət qoyub yaza bilərsiniz. Yerdədir. Hansıdır? 3-cü yerdə. 6 manat olan jiletka. Mən buranı qayıtıb burada yazmışam. Siz bunları, bax, bu 2 dənəni də bunun altından yazın uşaqlar. Burada indi kağızda məndə yer keçmədim o biri səhifəyə, qarşılıq olmasın. Burada köynəklə şalvarı da elə bunun davamı kimi yazın. Buradan yazın geçsin. Sonra gəlir 6-cı. 6-cıda nə deyilir? Bunu da mən sizə kitabdan göstərəcəyəm. Burada deyilir ki, cədvəldə hər uşağın daxilindəki pulun sayı qeyd edilib. Biz də baxaq. Məsələn, Samirin nə qədər pulu var? Samirin 5 manatlıqdan 1 dənədir. 1 manatlıqdan 4 dənədir. 5 manatdan 1 dənədirsə 5, 1 manatdan da 4 dənə, 4 manat, 9 manat. İndi qəpikləri sayaq. 10 qəpikdən 5 dənə, 50, 6, 56, 1 qəpikdən də 7, 56, o da 7, 63 olacaq. 9 manat 63 qəpik. Bax, burada mən yazıram Samirin adının qabağına. 9 manat 63 qəpik. Adicə hesablamadır uşaqlar bu. Bəlkə mən də səhvi hesablayıram. Siz bir də özünüz yoxlayın. İkinci Samiri yazdıq. İndi ikinci gəlir Lalə. Lalənin 5 manatlığı yoxdur. Bax, burada xət qoyulub. 5 manatlığı yoxdur. 8 manatı var. 8 dənədir. 1 manatlıqdan 8 dənədirsə 8 manat. Sonra 10 qəpikdən 4 dənə. 40. 3 qəpikdən də 5 dənə. 15 qəpik. 55. Bu da 12. 55. 12. 67 qəpik. 8 manat 67 qəpik. 8 manat 67 qəpik. Elxanın pullarını hesablayaq indi. 5 manatdan 2 dənədir. Mən istəyirəm kitabda görünsün. 5 manatdan, mən axırda dəftəri sizə göstərərəm. Baxın, Elxanda 2 dənə 5 manatı var. 10 manat, 1 manatlığı yoxdur. 10 qəpiyi də yoxdur. Bu asandır hesablamaq. Siz də hesablaya bilərdiniz bunu. 2 dənə 5 manatlığı var. 10 manat. Bunları yoxdur. 2 dənə də 3 qəpiyi var. 6. 2 dənə də 1 qəpiyi var. 8. 6. Bu da 2 qəpik. 8. Olacaq 10 manat 8 qəpik. Elxanın puludur. 10 manat 8 qəpik. Bizə demir onluq kəsir formasında yaz. Yox, elə kiminsə pulunu onu demir. Məsələdə tələb olunmur. Aynurun isə 1 dənə 5 manatlığı var, 4 dənə də 1 manatlığı var. Olur 9 manat. Burada 30 qəpik, bu da 5 qəpik. 9 manat 35 qəpik. 30'u hardan aldım? 3 dənə 10 qəpiyi var. 3 qəpiki yoxdur. 1 qəpikləri də 5 dənədir. 35 qəpik. Olacaq onda 5, 4. Aynur üçün 9 manat 35 qəpik. 9 manat 35 qəpik. Bu səhifə 37-də olan
misallar idi. 2 dənə də məsələ tipdə verilib. Bax, bu axırıncı, bu da ondan əvvəlki və bunlar. Əvvəlkiləri də göstərmişəm uşaqlar. Əgər bəyənirsinizsə, bəyənmək işarəsini yaddan çıxarmayın. Bəyənmirsinizsə, elə bəyənməmək işarəsini də qeyd edə bilərsiniz. Bu qədər.